Hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. Biz bugün sizlərlə saat səsləri ətraflı formada öyrənəcəyik. Gəlin əvvəlcə xatırlayaq ki, səs və hərfin fərqi nədir? Qısaca yadımıza salaq. Hərfləri yazırıq və görürük, səsləri isə deyirik və eşidirik. Hal-hazırda qarşınızda gördüyünüz sözləri və cümlələri mən yazmışam. Siz isə bunu görürsünüz. Eyni zamanda mənim səsləndirməmi isə siz eşidirsiniz və bu səslənmə vasitəsilə müəyyən sözlər və cümlələr yaranır. Səsləri deməli dedik və eşitdik. İndi isə gəldik Azərbaycan dili əlifbasında 32 hərf var, 34 səs var. Bunun barədə daha ətraflı məlumatı növbəti videolarda əldə edəcəksiniz. Gəlin indi baxaq ki, Azərbaycan dilində səslər hansı hissələrə bölünür. Bu saitlər və samitlərdən ibarətdir. Saitlər nəyə deyilir? Ağız boşluğundan çıxarkən hər hansı bir maneəyə rast gəlməyən səslərə sait səslər deyilir. Əziz şagirdlər, burada xüsusən bu hissəyə diqqətinizi cəlb etmək istəyirəm. Maneəyə rast gəlməyən səslər dedikdə nə başa düşülür? Bu əslində çox rahatdır. Əgər biz bir səsi deyiriksə, o zaman onun əvvəlində və ya axırında o səsdən başqa heç bir səs eşitmiriksə, deməli bu sait səsdir. Yox, əgər sağında və ya solunda, əvvəlində və ya sonrasında hər hansı başqa bir səs eşidiriksə, o zaman deməli bu samit səs olacaq. Yəni burada bir maneə olacaq. Gəlin indi praktika üzərində bunu yoxlayaq. Gəlin A səsini birlikdə söyləyək. A. A səsini söyləyərkən sadəcə A deyə eşidirik. Orada əlavə heç bir səs eşidilmir. Deməli, bu həqiqətən də sait səsdir. Və yaxud da deyərkən yalnız səsini eşidirik. Əvvəlində və ya sonrasında hər hansı bir başqa bir səs eşitmirik. Bunun əksi olaraq gəlin hər hansı bir samit səs götürək. Məsəl üçün B səsini və bunu tələffüz edək. B. B-dan sonra bir səsi gəldi. Deməli, artıq bu B samitdir. Maneə var. Və yaxud da bunu B olaraq uzatsaq belə, sonunda bir uzanması var. Və məhz bu səbəbdən də söyləyirik ki, sait səslər hər hansı bir maneəyə rast gəlmir. Bunun əksi olaraq samit səsləri isə maneəyə rast gəlir. Onun maneəsi yanında olan hər hansı bir sait olur. İndi isə baxaq saitlərimiz hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. 9 sait səsimiz və hərfimiz var. İndi isə saitlərin növlənməsinə baxaq, səslənməsinə görə növlərinə. Dilin vəziyyətinə görə, çənənin vəziyyətinə görə və dodağın vəziyyətinə görə. Bunların hamısını ayrı-ayrılıqda təhlil edək. Dilin vəziyyətinə görə olan bölgü dedikdə, burada ən önəmli nüans dilimizin harada olmasıdır. Əgər biz bir sait səsi deyərkən dilimiz arxaya doğru gedirsə, bunlar adlanır dil arxası saitlər, yəni qalın saitlər. Bəzi kitablarda qarşınıza dil arxası sözü çıxa bilər. Dil arxası. Dil arxası saitlər qalın saitlərdir və bu saitləri deyərkən dilimiz boğaza doğru geriyə gedir. Onun əksinə olaraq incə saitləri isə dil önü saitlər adlanır. Dil önü saitlər adlanır. Gəlin indi biz birlikdə saitləri burada sıralayaq. Məsəl üçün yazaq. O, U. Aha, gəlin indi hamısını birlikdə qalın və ya incə olmasını müəyyən edək və yerləşdirək. Bir daha xatırladıram, dil arxası saitlər qalın saitlərdir. Qalın saitlər deyərkən dilimiz geriyə gedir. Onun əksinə incə saitləri deyərkən isə dilimiz irəli gəlir. Baxaq, A-nı deyərkən dilimiz geriyə getdi. Deməli, bu qalın saitdir. I-nı da deyərkən dilimiz geriyə getdi. Deməli, qalın saitdir.
O, onu deyərkən dilimiz geriyə getdi. Yenə qalın sait hissəsinə yazırıq. Unu da deyərkən dilimiz geriyə getdi. Deməli, qalın saitdir. İndi ikinci cərgəyə baxaq. E-ni deyərkən artıq dilimiz öndədir. Deməli, incə saitdir. Əni də deyərkən dilimiz önə gəlir. İni də deyərkən dilimiz önə gəlir. Öndə deyərkən dilimiz önə gəlir. Ün də deyərkən dilimiz önə gəlir. Deməli, əziz şagirdlər, qalın saitlərimiz bunlar oldu. A, I, O, U. Bu saitləri səsləndirərkən dilimiz geriyə getdi. İncə saitlər isə bunlar oldu. E, Ə, İ, Ö, Ü. Bu saitləri səsləndirərkən isə dilimiz önə doğru gəlir. İndi gəlin buna dair çalışmalara nəzər salaq. Aha. Qalın saitlər olan sözləri müəyyən edək. Ümumiyyətlə, hər bir çalışmanı işləməzdən əvvəl onu şərtini doğru oxumaq və anlamaq lazımdır. Əgər bu proses doğru reallaşıbsa, çalışmanı demək olar ki, həll eləmiş sayılırıq. Gəlin indi bizdə deyir ki, qalın saitlər olan sözləri müəyyən edək. Gəlin əvvəlcə biz saitləri müəyyən edək ki, sözlərdə verilən saitlər hansılardır? Arı sözündəki saitlər A və I, oyun sözündəki saitlər O və U, çiyələk sözündəki saitlər İ, Ə, telefon sözündəki saitlər isə O saitlərdir. Gəlin indi bunları ayrı-ayrılıqda təhlil edək. Arı, A qalındır, I qalındır. Çünki hər ikisində dilimiz geriyə gedib. Deməli, bizə lazım olan birinci sözümüz budur. İkinci sözə baxaq. O və U səsləri var. O, dilimiz geriyə getdi. Deməli, bu nədir? Bəli, yoldaşlar, tamamilə doğrudur, qalındır. U, yenə də qalındır. Deməli, oyun sözü də bizim şərtimizi ödəyir. Çiyələk sözündə baxaq. İni deyərkən dilimiz önə doğru gəlir. Deməli, incədir. Ə. Deməli, bu da incədir. Çünki dilimiz önə doğru gəlir. Çiyələk sözü bizə lazım deyil. Telefon sözünə baxaq. Yenə dilimiz öndədir. O, burada isə dilimiz geridədir. Amma bu sonuncu sözdə həm qalın, həm incə sait olduğuna görə bu sözü də müəyyən etmirik. Bizə lazım olan sözlər sadəcə olaraq demək, arı və oyun sözü oldu. İndi ikinci sualımıza baxaq. Verilən sözlərdən hansında yalnız qalın saitlər var? Aha, indi isə yalnız qalın saitlərdən ibarət olan hissəni istəyir. Baxaq. Əvvəlcə yenə olduğu kimi işarələmə aparaq, saitlərimizi qeyd edək. Dərhal belə bir suallar qarşınıza çıxanda həmən saitləri qeyd edin. İndi bir təhlilini aparaq. Sarı sözündə A və I. A qalındır, I qalındır. Deməli, bizə lazım olan sözün biri budur. İkinci sözümüzdəki olan sait səslərə baxaq. Ü və Ə. Hər ikisini söyləyərkən dilimiz önə gəldi. Deməli, bu incə saitlərdən ibarət olan sözdür. Üçüncü sözümüzə baxaq. A və I. Hər ikisində verilən səslər qalındır. Bu da şərtimizi ödəyir. Sonuncu sözümüzə baxaq. A qalındır, I incədir. Burada da şərtimiz tam ödənmədiyi üçün deməli, sadəcə bizə lazım olan iki söz sarı və addım olur. Keçdik növbəti suala. Deməli, aşağıda verilən sözlərdən hansında incə saitlər artırmaq olar? Hansında incə saitlər artırmaq olar? Baxaq. R səsi. Bura biz Ömər və ya Ömür deyə bilərik. Gəlin birini yazaq. Məsəl üçün, yazaq Ömər. İkinci sözümüzə baxaq. R. Bura nə artıra bilərik? Fikirləşin bir neçə saniyə. Kəmər və yaxud da kömür artıra bilərik. Gəlin birinciyə Ə artırdıq. Burada biraz fərqli edək. Ö və Ü artıraq.
kömür olsun sözümüz. Sonuncu sözə baxaq. Cam, nöqtə nöqtə, T səsi sondadır. Aha, hiss edirəm oradan deyirsiniz ki, camaat. Bəli, tamamilə doğrudur. Burada A səsini yazaq. Saatlərimizi yerləşdirdik. İndi gəlin, baxaq görək bizdən nə istəyirdi. Hansında incə saatlər artırmaq olar deyirdi. Biz hamısına saatləri artırdıq. İndi müəyyən edək ki, görəsən bunlardan hansı incədir. Əyə baxırıq. Ə deyərkən dilimiz önə gəlir. Həqiqətən də incədir. Öndə deyərkən dilimiz önə gəlir. Həqiqətən incədir. Ünü də deyərkən dilimiz önə gəlir. İncədir. Keçdik sonuncu sözümüzə. Camaat sözünü artırdığımız A səsi. A deyərkən dilimiz geriyə gedir. Deməli qalındır. Burada verilən şərt heç bir halda ödənmir. İndi isə əziz şagirdlər, çənənin vəziyyətinə görə olan bölgəyə baxaq. Bayaq dilin vəziyyətinə görə olan bölgü idi və dilimizin geriyə və ya önə gəlməsinə görə qalın və ya incə olduğunu müəyyən edirdik. İndi adından da göründüyü kimi çənənin vəziyyətinə görə olan bölgünü çənənin dayanma nöqtəsinə əsasən müəyyən edəcəyik ki, biz bu açıqdır, yoxsa qapalıdır. Bunun üçün saitlərimizi yenə burada sıralayaq və paralel olaraq qeyd etmək istəyirəm ki, açıq saitləri deyərkən alt çənə və üst çənə bir-birindən aralanır, genişlənir. Bunlara gen saitlər də deyilir. Qapalı saitləri söyləyərkən isə əksinə alt çənə və üst çənə bir-birinə sıxılır, dişlər bir-birinə dəyir. Bunlar dar saitlər adlanır. Gəlin birlikdə kənarda verilən saitləri açıq və ya qapalı olmasını müəyyən edək. A deyərkən alt çənə və üst çənə bir-birindən aralanır, açılır adından da gördüyü kimi. Deməli, A açıq saitlər olan hissəyə qeyd olunmalıdır. I deyərkən əksinə alt çənə və üst çənə bitişir, dişlər bir-birinə dəyir. Bu qapalı saitlər hissəsinə daxil olur. O yenə açıq. U eyni qaydada qapalı. Açıq. Açıq. Tamamilə doğrudur. Qapalı. Bəli, açıq. Tamamilə doğrudur. Çünki alt çənə və üst çənə bir-birindən aralanır. Və qapalı. Çünki alt çənə və üst çənə bitişir. Tamamilə doğrudur. İndi gəlin kiçik bir xatırlatma edim. Deməli, açıq saitlərə gen saitlər də deyilir. Gen saitlər də deyilir. Bəzən sınaqlarda qarşınıza çıxa bilər ki, açıq sözü əvəzinə yazıla bilər ki, gen saitlər hansılardır? Bilin ki, o zaman sizdən açıq saitləri soruşur. Qapalı saitlər soruşduqda isə dar saitlər də deyilə bilər. Gəlin buna dair suallara baxaq. Sualımız budur. Aşağıdakılardan, deməli, aşağıdakı sözlərdə istifadə edilən saitlərin növlərini müəyyən edək. Saitin sadəcə növünü istəyir. Bunu müəyyən etməkdən ötürü gəlin əvvəlcə saitlərimiz hansılardır, onları tapaq. Gəlin çəhrayı rəngdən istifadə edək. Sadəcə saitləri işarələyək. İşıq, İ və I, odun, O və U, Sara, A və A, qonşu, O və U, məktəb, Ə və Ə. Saitləri işarələdik. İndi açıq və ya qapalı olmasını müəyyən edək. Gəlin simvolik olaraq açıq saiti işarə edək. Göy ilə. Qapalı saiti simvolik olaraq işarə edək qırmızı ilə. Qapalı. Aha. Gəlin əvvəlcə açıqlardan başlayaq. Göy rəngimizi işarələyək. Aha. Baxaq. İ.
İ açıqdır yoxsa qapalıdır? Qapalıdır, bizə lazım deyil. Yəni hələ ki yalnız açıqları müəyyən edirik. I alt çənə və üst çənə bitişir, deməli qapalıdır. O alt çənə və üst çənə açılır, deməli açıqdır. Göylə işarələyə bilərik. U alt çənə və üst çənə bitişir, qapalıdır. A alt çənə və üst çənə aralanır, açıqdır. Yenidən o, bayaq artıq orada müəyyən etmişdik. U yenə müəyyən etmişdik, heç bir işarə qoymuruq. Məktəb sözündə əyə baxırıq. Ə açıqdır, göylə işarələyərik. Yerdə qalanları isə hər biri deməli qapalı saitlər sayılır. Baxdıq, işarələdik hər birini. İ, I, U və U. Keçdik növbəti suala. Sualımız budur. Açıq saitlərdən ibarət sözləri qırmızı, qapalı saitlərdən ibarət sözləri qara qələmlə işarələyək. Baxaq sözlərimizə. Aha. Deməli, bizim qarşımıza qoyulan şərt budur ki, açıq saiti sözləri qırmızı ilə işarələməliyik. Qapalı saitli sözləri isə qara qələmlə işarələməliyik. Gəlin müəyyən edək. Sürü sözündə saitlərimiz hansılardır? Ü. Ü açıqdır, yoxsa qapalıdır? Fikirləşək. Bəli, tamamilə doğrudur, qapalıdır. Qara qələmlə işarələdik. İlxı sözünə baxaq. Kiçik bir xatırlatma edim ki, ilxı at sürüsünə deyilir. Əgər bilməyən varsa öyrənmiş olsun. İlxı sözündəki saitləri müəyyən edək. İ və I. Burada verilən saitlər açıqdır, yoxsa qapalıdır? Fikirləşin. Bəli, tamamilə doğrudur. Burada verilən saitlər də qapalı saitlərdir. Alt çənə və üst çənə bir-biri ilə bitişir. Üçüncü sözümüzə baxaq. Qələm. Qələm sözündə verilən saitlərimiz ə və ədən ibarətdir. Tamamilə doğrudur. Burada verilən deməli səslər açıq saitlərdir. Ona görə qırmızı qələmlə işarələyirik. Üçüncü sözümüzə baxaq. Dördüncü sözümüzə baxaq. Telefon. E və O. Tamamilə doğrudur. E açıqdır, O açıqdır. Çünki dişlər bir-birinə dəymir. Alt çənə və üst çənə bir-birindən aralı qalır. Sonuncu sözümüzə baxaq. Çiyələk. İ və Ə. İ qapalıdır, Ə isə açıqdır. Burada hər ikisinin qarşılığı olduğuna görə heç bir işarələmə prosesi aparmırıq. İndi isə gəlirik şagirdlər dodaqlının vəziyyətinə görə olan növə. Deməli, bunlar dodaqlanan və dodaqlanmayan saitlərdir. Yenə eyni qaydada biz digər növlərdə olduğu kimi, adından da göründüyü kimi dodağın vəziyyətinə baxmalıyıq. Əgər səsi söyləyərkən dodağımız irəli doğru uzanırsa, o zaman bunlar olacaq dodaqlanan saitlər. Sait səsi söyləyərkən dodaqlarımız uzanmırsa və ya yana dartılırsa, o zaman olacaq dodaqlanmayan saitlər. Gəlin, sait səsləri burada qeyd eləyək və birlikdə sıralayaq. A səsini deyərkən dodaqlarımızda hər hansı bir uzanma baş vermir, yana dartılır. Ona görə bunu biz dodaqlanmayan siyahısına yazırıq. I-nı deyərkən dodaqlar yana çəkilir tamamilə. Ona görə bu da dodaqlanmayan siyahısındadır. O-nu deyərkən isə tamamilə əks bir proses gedir. Dodaqlarımız önə doğru uzanır. Ona görə bu
dodaqlanan saitdir. U'nu da söyləyərkən dodaqlar önə uzanır, dodaqlanan saitdir. E'ni də deyərkən dodaqlarımız yana çəkilir, dodaqlanmayan saitdir. Əni deyərkən dodaqlarımız yana çəkilir, dodaqlanmayan saitdir. İni də söyləyərkən dodaqlarımız yana çəkilir, dodaqlanmayan saitdir. Önü də söyləyərkən dodaqlarımız önə doğru uzanır, dodaqlanan saitdir. Ünü də söyləyərkən dodaqlarımız önə doğru gəlir və dodaqlanan saitdir. İndi buna uyğun olaraq deməli çalışmalara diqqət yetirək. Dodaqlanan saitlərdən ibarət cərgəni müəyyən edin. Baxaq, 1, 2, 3. Bunlardan biri lazımdır bizə. Əgər hər hansı birində biri belə yanlış olarsa, həmin cavabı biz doğru hesab edə bilmərik. Baxaq, bizdən istəyir dodaqlanan. Fikir verməli olduğumuz nüans budur ki, sözü söyləyərkən, səsi söyləyərkən dodağımız irəliyə doğru gəlsin. Baxaq, cərgə. Ələri söyləyərkən dodaqlar yana dartıldı. Birinci variantımız avtomatik olaraq silindi. İkinciyə baxırıq. Üzüm, ü və ü. Bu uyğun gəlir. İkinci sözümüzə baxırıq. Sürü, ü və ü. Uyğun gəlir, uzanma var. Odun sözünə baxırıq. O və u. Uyğun gəlir, uzanma var. Dolğun, o və u. Uyğun gəlir, uzanma var. Bizdən tələb olunan cavab elə ikinci cavabdır. Gəlin hər ehtimal 3-ə də baxaq. Quzu, u və u. Uyğun gəlir. Sorğu, o və u. Uyğun gəlir. Qonşu, o və u. Uyğun gəlir. Tarla, a və a. Uyğun gəlmir. Çünki dodaqlar tarla sözündə yana dartılır. Ona görə üçüncü cavab bizim şərtimizi ödəmir. Bizim istifadə etməli olduğumuz variant, seçdiyimiz variant ikinci variant. Gəlin o biri suala baxaq. Dodaqlanmayan saitlərdən ibarət cərgəni müəyyən edin. Bu dəfə isə əksinə olaraq bizdən sadəcə dodaqlanmayan saitlərdən ibarət cərgə istəyir. Gəlin yenə bir-bir analiz edək və xatırlayaq ki, dodaqlanmayan saitləri söyləyərkən dodaqlar yana dartılır. Heç bir halda uzanma baş vermir. Baxaq, qapı, a və ı. Tələb ödənirmi? Bəli, ödənir. Dodaqlanmır. Qonşu, o və u. O, uzanma var. Tələb ödənmir. Birinci variantın digər sözünə heç baxmırıq. Çünki artıq birinci variant bu barədə sinifdə qaldı. İkinciyə baxırıq. Samir, a və i. Tələb ödənir. Turan, u və a. A üzrə tələb ödənsə də, burada Turan sözündə u saiti, dodaqlanan saitdir. Buna görə də ikinci variantda gedir. Böyük ehtimal ki, bizə lazım olan cavab üçüncü variantda. Gəlin bunu təhlil edək. Qələm, ə və ə tələb ödənir. Kitab, i və a tələb ödənir. Həqiqətən də dodaqlanmır. Məktəb, bu hərfini əlavə edək. Ə və ə tələb ödənir. Deməli, bizə lazım olan cavabımız üçüncü cavab oldu. Deməli, əziz şagirdlər, biz bugün sizlərlə saitlərin növlərini ətraflı formada öyrəndik. Bundan sonra samitlər haqqında daha ətraflı bir videomuz olacaq. İndi isə sizlərə bir link paylaşacağam. İstəyən o linkdən daxil olaraq sualları əldə edər və işləyər. Hər hansı bir sualınız olarsa mənimlə paylaşa bilərsiniz. Şərhlərdə təklifiniz, iradınız, istəyiniz olarsa yazarsınız. Mütləq hər birinizə geri dönüşlər edəcəm. Hələlik görüşənədək.